İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. Ramazan ayının qalan saatlarının, qalan vaxtlarının feyzindən bizi binəsib eləmə. İlahi, bu ayda elədiyimiz kiçik, naqabil əməlləri böyülü və layiq şəkildə bizdən qəbul et. Bu orucluğu bizə axırıncı orucluq qərar vermə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Sən and verirəm mübarək Ramazan ayının hörmətinə, hər kimin nə hacəti var, nə dərdi var, bugün hacətin götürüb sənin evvə gəlib, hamımızın dərdlərimizə dərman elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Ölənlərimizi qəriqi rəhmət elə. Dünyadan köçən valideynlərimizə rəhmət elə. Qalanlarını, sağ olanlarını yerin göyün bəlasından hifz elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Qəbrimizin əvvəl gecəsində Mövla Əmir-el-Muminini başımızın üstündə hazır elə. Dünya və axirət üzü ağamızın nur-u vilayətindən ayrı salma. İmam Hüseyin əleyhissalamın ziyarətinin həsrətində olanlara bu cəmə tezliklə Kərbəla ziyarətini nəsib elə. Müqəddəs məkanların ziyarətini bütün arzusunda olanlara bu cəmə qismət elə. Dəyərli Əhl-i Beyt məddahları Hacı Teymur, Seyyid Peyman əziyyətimizi çəkdilər. İlah sanan verirəm. Bu ayın ehtiramına, Əli ibn Əbi Talib hörmətinə, dünya və axirətlərin abad elə. Onları Qur'andan, Əhl-i Beytdən ayrı salma. İlahi, şəhidlərimizi elə bu anda Kərbəla şəhidlərinə qonaq elə. Şəhidlərimizin ruhun bizə duası qərar ver. Qiyamət günü bizi şəhidlərimizin yanında xəcalətdə eləmə. Yaralı qazilərimizə, əskər zabitlərimizə tezliklə şifa mərhəmət elə. Tutulan orucları, edilən ibadətləri qəbul elə. Günahkar gözlərimizi qiyamətin günündə ağlatma. Bu bədənlərimizi cəhənnəm əzabından hifz elə. İmam Zaman ağanın zuhurunu tez elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkətil Fatihəti məs-salavat.